Bax, əksəriyyətin ustaların elədiyi yanlışdır. Şəklini göstərir ya da videosunu göstərir darvaza, amma heç də danışmır, heç də başa salmır. Sonra qiymətə gəlib satanda deyir ki, bu niyə fərq eləyir? Yəni ümumiyyətlə məhsul çəkəndə müştəriyə baş salmaq lazım ki, bu niyə qalındı, bu niyə qalındı. Bunun stenkası başqa cürdür. Məsələn, göstərirsən də, məsələn, bu şvellerdir. Yoxsa belə götürdün, çəkdin. Müştəri nə bilir ki? Məsələn, sizdən soruşur, siz deyirsiniz 4000-ə, gedir başqa yerdə soruşur. Başqa yer deyir ki, 2500 manata. Deyir ki, bu qədər fərq edir. Əlbəttə ki, sizdən almayacaq. Yəni, mən bunu görmüşəm 2800-də də yığırlar, 2500-də yığırlar. Amma biz məsələn, bunu 4000-dən aşağı yığmırıq. Yəni, mən də bunu elə belə şəklini çəkib üstünə qiymət yazsam, əlbəttə ki, bu heç kim alası deyil. Ona görə müştəriyə başa salmaq lazımdır. Niyə qalındır, niyə bunun qiyməti fərqlidir? Belə nüanslar var. Ona görə məsləhət görürəm ki, məhsulunuz haqqında danışın. Məhsulunuzu göstərin. Müştəriyə başa salın. Elə belə şəkil paylaşmaqla, video çəkib arxasında mahnı səsi qoymaqla, mahnı qoymaqla məhsulunu sata bilməyəsiniz. Hamınıza bazar olsun. Əssəlamu aleykum.